Salam, məhlullar bölməsindən ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxırıq. Birinci sualda 25 dərəcə Selsi temperaturda X duzunun həll olma əmsalı 250-dir. 25 dərəcə doymuş hala gətirmək üçün nə qədər duz və yaxud da ki, nə qədər su buxarlandırmaq lazımdır. Yəni, ümumiyyətlə, həll olma əmsalı doymuş məhlullar üçün keçərlidir. Yəni, demək istəyir ki, məsələnin şərtində bizə buradan, yəni bizə verilən maddələrdən neçə qram duz əlavə etsək, buxarlandırsa KH 250-yə bərabər olar, yəni doymuş hala gələr. Baxırıq, deməli, KH-ın düsturu, yəni həll olma əmsalının düsturu M həll olan bölünsün M su vurulsun 1000 şəklindədir. Həll olma əmsalı bərabərdir. Duzumuz 16 qram, neçə qram əlavə etsək, plus X, su 80 qram vurulsun 1000. Buradan deməli 20 bərabərdir 16 plus X, X bərabər 4 qram. Yəni 4 qram duz əlavə etsək KH 250 olacaq. Bu da doymuş məhlul hesab olunur. Daha sonra isə bizə deyir neçə qram su buxarlandırsaq, yenə 250 bərabərdir. Duz olduğu kimi qalır həll olan. Su 80-dir. Neçə qram buxarlandırsaq X vurulsun 1000. Buradan da 20 minus 0,25 X bərabər 16. 0,25 X bərabər 4, X də bərabər olacaq 16. Yəni 16 qram su buxarlandırsaq doymuş məhlulları alırıq. Yəni KH-mız 250-yə bərabər olur. Keçirik növbəti sual, ikinci sual. Verilmiş məhlulun sıxlığı 1,2, molar qatılıq 3-dür, məhlulun faizlə qatılığı. Faizlə qatılıq omega bərabər M həll olan bölünsün M məhlul vurulsun 100 düsturu ilə hesablanır. Buradan həll olanımız bizdə 90 qramdır. Məhlul həll olan və suyun cəmindən ibarətdir, yəni 300 qram. 100-ə vuranda deməli 30 faizli məhlul alırıq. Omeganı tapırıq ki biz bərabərdir 30%-ə. Bizdən X duzunun molar kütləsini istəyir və qatılığın belə bir düsturu var. C bərabərdir 10 rho omega bölünsün M şəklində. Buradan M-i tapsaq 10 rho omega bölünsün C yazarıq. Yerinə qoysaq 10 vurulsun. Sıxlığımız 1,2, omega 30, C isə bizdə deməli 3-ə bərabərdir. Buradan isə deməli 120 qrama bərabərdir. Qram bölümü bərabərdir duzumuzun molar kütləsi. Növbəti suala, yəni 3-cü suala keçirik. Deməli, birinci və ikinci məhlullar qarışdırılaraq 3-cü məhlul hazırlanır. Baş verən reaksiyanın tənliyini yazın. Məhlulda olan duzun kütləsini başlanğıc maddələrdən. Deməli, ilk öncə natrium OH və HNO3 reaksiyasını yazırıq. Alınır natrium NO3 üstə gəlsin H2O. Əmsala ehtiyac yoxdur. Bizə verib 200 qram 4% natrium OH məhlulu və biz reaksiyada əgər qramla işləyiriksə həmişə həll olan maddənin kütləsi yazılır. Ona görə bu məhlulun kütləsidir. Biz bunu həll olana çeviririk. Yəni 200 qramın 4%-ni tapırıq. Bu da 8 qram natrium OH eləyir, yazırıq. Daha sonra 200 qram 7,5% nitrat turşusu, onun da 200-ün 7,5%-ni tapsaq, bu da 15 qrama bərabər olur. Və bizdən soruşur məhlulda olan duzun kütləsini. Məhlulda olan duzun kütləsi budur, natrium NO3 x qram. Bura qramını yazırıq 40 qram, bura 63 qram. Və natrium NO3-ün kütləsi 85 qram. İndi bizə 2 dənə başlanğıc maddə var. Hansına görə hesablamaq lazımdır? Təbii ki, tam sərf olunana görə və tam sərf olunanı necə tapırıq? Şərtdə verilən miqdarı reaksiyadakına bölürük. 8-i 40-a bölürük. Fikrimizdə tuturuq ki, 0,2. 15-i 63-ə bölürük. 0,23 eləyir təxmini. Daha az olan natrium hidroksiddir, yəni tam sərf olunan odur. Ona görə biz məhluldakı duzu ona əsasən hesablayırıq. 40-a 85-dirsə 8-ə x. Buradan da x-i tapanda 8 vurulsun 85 bölünsün 40. Yəni edəcək 17 qram. Deməli, məhlulda alınan duzun kütləsini tapdıq ki 17 qram və bizə deyir başlanğıc maddələrdən artıq qalan birləşmə, artıq qalan HNO3-dür və onun kütləsini hesablayırıq. Burada da, yəni biz HNO3-ü 15 qram götürmüşük. Görək buradan nə qədəri sərf olunur. Deməli,
Burada da tənasüb qururuq bu şəkildə. 8-ə x 40-a 63. 8 vurulsun 63 bölünsün 40. 12,6 qram sərf olunub. 15 qram da biz HNO3 götürmüşdük. Onda 2,4 qram, yəni 15-dən çıxırıq 12,6-nı 2,4 qram HNO3 artıq qalır. Bu da 3-cü sualın cavabı. Keçirik növbəti suala. 4-cü sual. 1 və 2-ci məhlullar qarışdırılır və reaksiya tam gedir. Alınan məhlulun kütləsini hesablayın. Alınan məhlulda olan duzun formulunu yazın və kütləsini hesablayın. Deməli, burada reaksiyamızı yazaq. Natrium 2CO3, kalsium nitrat. Ümumiyyətlə, iki duzun reaksiya getməsi üçün əvvəldə çöküntü olmamalı, amma sonradan çöküntü yaranmalıdır ki, buradan da bizim çöküntümüz yaranır, kalsium karbonat və məhlulda çöküntü olmur. Çünki məhlul həll olan maddə və həll edicidən ibarət. Yəni, çöküntü həll olmadığına görə məhlulda çöküntü olmur və bizdən nə soruşur? Alınan məhlulun kütləsini hesablayın. Alınan məhlulda olan duzun. Alınan məhlulda olan duzun formulu natrium NO3-dür. Və onun kütləsini hesablasaq, deməli, buradan yenidən 200 qram 5,3 faizli qrama çevirirəm. 200 vururam 5,3-ə bölürəm 100-ə. 5,3-ü 2-yə vursaq 10,6 qram. Daha sonra 200-ün 8,2 faizini tapırıq. Buradan da 2-ni 8,2-yə vursaq 16,4 qram. Natrium karbonat, deməli, mR-ni hesablasaq 46, 12, 48 eləyir 106 qram. Kalsium nitratı hesablasaq 40, 28, 96, bu da 164 qramdır. Və burada biz bayaq, məsələn, 3-cü sualda tam sərf olunana görə tapdıq. Onu da necə? Az olanı. Burada görürsünüz ki, şərtdə veriləni reaksiyadakına bölürük. 10,6-nı 106-ya böləndə 0,1 eləyir. 16,4-ü 164-ü böləndə də 0,1 eləyir. Yəni, hər ikisi tam sərfi olunub. İstədiyimiz biri ilə hesablaya bilərik. Deməli, buradan natrium NO3-ün kütləsini bura x yazarıq. Natrium NO3-ün kütləsi 2 vurulsun 85 qram. Bu da deməli 2 vurulsun 85, 17 qrama bərabər olur. Daha sonra bizdən nə istəyir? 1 və 2-ci məhlullar qarışdırır. Bizdən alınan məhlulun kütləsini də istəyir. Deməli, biz alınan məhlulda olan duzun formulunu tapdıq, natrium NO3. Həmin duzun kütləsini tapdıq, 17 qram. Birincidə isə bizdən alınan məhlulun kütləsini istəyir. Məhlulumuz bizim 200 qram. Bu da 200 qram, 400 qram idi. Və 400 qram məhlulu görürük ki, burada dedik ki, kalsium karbonat məhluldan olmur. Çünki çöküntüdür. Qazdır, sudur, çöküntü olmur məhlulda. Burada indi biz bunu, deməli, 400 qram məhlul bu qədərini itirmişik. Çünki bu məhlulda yoxdur. İndi biz bu itirdiyimiz miqdarı tapaq. Deməli, bunun mR 100 qramdır. İstədiyimizə görə tapa bilərik. Bura x qram yazsaq, 164-də 100-düsə 16,4-də də 10 qram olacaq. Yəni, məhlulum 400 qram idi. 10 qramı məhlulu tərk etdi. Ümumilikdə məhlulum oldu 390 qram. Da 4. Deməli, 5-ci sualda 25 dərəcə Selsidə duzun həll olma əmsalı 1500 qram bölü litrdir. X-in ən kiçik, Y-in ən böyük qiymətini hesablayın. Deməli, görürük ki, bizdə birinci hissədə 200 qram 30% duz məhlulu var. Yəni, 200-ün 30% 60 qram həll olandı. 200-dən 60 çıxanda da 140 sudur. Daha sonra x qram su buxarlandırılır. Minus x yazırıq. Və 25 dərəcədə doymuş məhlul alınır. Biz də dedik ki, doymuş məhlul nə deməkdir? Yəni, həll olma əmsalı 1500 qramdır deməkdir, litrdir. Və həll olma əmsalı bərabərdir. Həll olan 60, suyumuz da 140 minus x vurulsun 1000. Buradan da deməli 1,5-i vuranda 140-a, 210 minus 1,5 x bərabər 60-a. 210-dan 60 çıxsaq 150, 150-ni də 1,5-ə bölsə 100. Yəni, x-in ən kiçik qiyməti, yəni ki, minimum 100 qram su buxarlandırmaq lazımdır ki,
doymuş məhlul alınsın və Y-in ən böyük qiymətini hesablayın. Y bizdə Y qram doymuş məhlul deyil. Məhlulumuz 200 qram idi əvvəl. 100 qram soğanı tərk edəndən sonra deməli 100 qram da məhlul qalır. Bu da Y-in ən böyük qiyməti hesab olunur. 6-cı sualda 0,2 mol metal SO4 X mol su duzunu 150 qram suda həll etdi. 200 qram 16% metal SO4 məhlulu alınır. Alınan məhlulda suyun kütləsini. Deməli, alınan məhlul 200 qram 16%. Burada 32 həll olandı. 200-dən də 32 çıxsaq, deməli 168 qram da sudur. Yəni alınan məhuldakı suyun kütləsi 168 qrama bərabərdir. Sonra metalın nisbi atom kütləsini istəyir və burada görürük ki 168 qramın deməli 150 qram suda həll ediblər bunu. Amma alınan məhlulda 168 qramdır. Deməli buradakı su deməli 18 qrama bərabərdir, amma 0,2 molunda təbii ki 0,2 molunda 18 qramdırsa və bizdən burada məsələn X-i da istəyir. Bu kristal hidratın 1 molunda su nə qədərdir? 18-i 0,2-yə bölsək, alarıq ki, su 90 qram sudur və 90 qram suda 5 molə bərabərdir. Yəni bu metal SO4 vurulsun 5 mol sudur. Və bizdə həll olan 32 qramdır. Həll olan da bizdə metal SO4-dür. Və 0,2 molu 32 qramdır. 1 molunu tapsaq, deməli 32-ni bölsək 0,2-yə eləcə 160 qram metal SO4-ün kütləsi. Buradan da metalın kütləsini bilmirik. X, kükürt 32, oksigen 64, 160-a bərabər eləyib. Buradan 96-nı çıxsaq, X burada bərabər olacaq 64. Yəni, həm metalın nisbi atom kütləsini tapdıq, 64 qram. Alınan məhlulda suyun kütləsini tapdıq və X-in kütləsini hesabladıq. İkinci sualda 200 qram 16% mis SO4 məhlulu hazırlamaq üçün, yəni burada 200-ün 16%-ni tapsaq, 32 qram həll olan maddə, 200-dən 32-ni çıxsaq, 168 qram da su var. Hazırlamaq üçün lazım olan mis SO4 kristal hidratının kütləsini və suyun kütləsini hesablayın. Yəni bu qədər 32 qram həll olan hazırlamaq üçün bizdən soruşur kristal hidratın kütləsini. Kristal hidratımız mis SO4 vurulsun 5 mol su. Həll olan da burada mis SO4-dür. 32 qram mis SO4 hazırlamaq üçün bilmirəm nə qədər kristal hidrat lazımdır, x qram. Amma kristal hidratın özündə mis SO4 neçə qramdır? 160 qram. 160 qram mis SO4 hazırlamaq üçün bizə nə qədər kristal hidrat lazımdır? 160 plus 5-i də 18-ə vuranda 90, 250 qram. Yəni ümumi 250 qram kristal hidratın 160-ı mis SO4-dürsə həll olansa, x qram kristal hidratı da 32 qram. Buradan da tapırıq ki, deməli x bərabərdir 50 qrama. Birinci hissəni tapdıq ki, kristal hidratın kütləsi 50 qramdır və suyun kütləsini hesablayın. Yəni 168 qram su hazırlamaq üçün bizə nə qədər su lazımdır? Burada 50 qram kristal hidratın 32 qramı həll olandırsa 18 qramı sudur. Bizə də 168 qram suyu hazırlamaq üçün daha 150 qram su lazımdır ki, 168-ə tamamlansın. Yəni ikincidə də doğru cavab olacaq 150 qram. Keçirik növbəti suala. 8-ci sual. 400 qram 10% H-flor məhlulu hazırlamaq üçün neçə mol H-flor və neçə mol su lazımdır? Deməli 400-ün 10%, 400 vurulsun 10, bölünsün 100. 40 qram H-flor, 400-dən də 40 çıxsaq 360 qram da burada H2O var. 40 qram H-flor bizə moldan istəyir. Bilmirəm neçə moldur? X mol. Qramın altından mr yazırıq ki, H-florun mr 20-dir. Molun altından 1 mol. X buradan bərabər olacaq 2 mola.
və neçə mol su lazımdır? 360 qram su. Bilmirəm neçə moldur. Qramın altından qram yazırıq. Suyun emeri 18, molun altından 1 mol yazırıq. X da buradan bərabər olacaq 20 molda su lazımdır. Deməli 9-cu sualda A qram SO3 və B qram su qarşılıb 200 qram məhlul hazırlanmışdır. Yəni A plus B bərabərdir 200-ə və bizə verib A bölünsün B bərabərdir 2 böl 3. Yəni 3A bərabər 2B'yə. Hər tərəfi 2-yə bölsək 1/5 A bərabər B. A üstə gəlsin B-nin yerinə 1/5 A bərabər 200-ə. 2/5 A bərabər 200. A bərabər olacaq 120-yə. Bizdən B-ni soruşur. 120-ni də 1/5'ə vuranda, daha doğrusu buradan 200'ü 2/5'ə böləndə 200'ü 2/5'ə böləndə 80 eləyir. A 80'dir. 1/5'i də 80'ə vuranda B bərabər olur 120'yə. Daha sonra alınan məhlulda turşunun faizlə kütlə payını istəyir bizdən. Burada deməli SO3 plus su H2SO4 kütlə payı üçün bizə həll olan məhlul. Məhlulumuz var 200 qramdır. Bizə həll olan lazımdır. Həll olan da burada turşudur. Onu da tapırıq deməli SO3'ün köməyi ilə. Burada SO3 A qram idi. A-nı da 80 tapmışıq. 80 qram SO3'dən bilmirik nə qədər H2SO4 alınır. 80-dən 98. Bu da eləyəcək 98. Yəni həll olanımız olacaq 98. Məhlul 200. Bu da bərabər olacaq 49%. 10-cu suala baxırıq. Deməli burada M1 omega 1 üstə gəlsin M2 omega 2 bərabər M1 plus M2 omega son düsturundan istifadə edərək 300 vurulsun 1 üstə gəlsin X vurulsun 4 bərabərdir M1 plus M2 yəni 300 plus X vurulsun 3 omega son yəni son qatılı tapırıq. 300 plus 4X bərabərdir 900 plus 3X. X buradan bərabərdir 600'ə. Deməli bizdən birinci X istəyirdi, tapdıq və alınan məhlulda natrium xloridin kütləsini alınan məhlul buradır və bu 300 qram. X-i də tapdım 600 qram. 300 600 900 qram 3% natri xlor məhlulu var. Buradan da 9'un 3%'ni tapanda 27 qram natri xlor kütləsi eləyir.